Üstad, belə bir sualla başlamaq istəyirik ki, İmam Hüseyn əleyhissalama əzadarlığın faydası, təsirləri dünya və axirətdə nədir? Bismillahirrahmanirrahim. İmam Hüseyn əleyhissalama əza saxlamağın dünya və axirətdə faydası bundan ibarətdir ki, İmam Hüseyn əleyhissalama kim əza saxlasa, onun bütün günahları bağışlanır. Biz hədislərdə də görürük ki, İmam Hüseyn əleyhissalama əza saxlamaq, İmam Hüseyn əleyhissalamın ziyarətinə getmək ki, bir növ əzadarlıqdır. Hətta bəzi hədislərdə var ki, bütün əməllərin üstünüdür. Hətta bir hədisdə var ki, sonsuz sayda mükafat verilir kimlər ki, İmam Hüseyn əleyhissalama əza saxlayır və İmam Hüseyn əleyhissalamın ziyarətinə gedir. Bəzi hədisdə var, İmam Sadıq əleyhissalamdan buyurulur ki, kim nur süfrəsinin ətrafında, başında oturmaq istəyirsə, İmam Hüseyn əleyhissalama əza saxlasın, ziyarətinə getsin. Amma mümkündür belə bir sual yaransın ki, necə ola bilər məsələn İmam Hüseyn əleyhissalama əza saxlayasan və bütün günahları bağışlanar insanın. İnsan İmam Hüseyn əleyhissalamı ziyarət edə, əzasını saxlaya, əza saxlamaq bu mənada ki, günahlardan peşman ola, tövbə eləyə və İmam Hüseyn əleyhissalama məhəbbəti ola, əza məclisinə gedə, Allah Teala onun bütün günahlarını bağışlayar. Buna görə də tövbənin bir növü hesab olunur. Necə ki Quran-ı Kərimdə Allah Teala buyurur: "İnnallâhe yəğfiru zunubə cəmiən." Yəni Allah Teala insanın bütün günahlarını bağışlayar. Hansı şərt əsasında? O şərt əsasında ki, insan günahlardan tövbə edə, Allah qarşısında etdiyi əməllərindən peşman ola, həmçinin Əhl-i-Beyt ki, bizim əməllərimizin naziridirlər, görürlər, onlardan utana, gedə İmam Hüseyn əleyhissalamın əza məclisinə, Allah Teala onun bütün günahlarını bağışlayar. Təşəkkür edirəm Üstad, minnətdarım gözəl bəyanatlarınız üçün. İnşallah dəyərli Əhl-i-Beyt şairi Rıza Vilayinin gözəl şeirlərindən eşidək. Buyurun Üstad. Səlam-ı şahə ki, kənd əhli dəfn ediblər onu, yığıbla köhnə həsir ilə kəfn ediblər onu. Səlam-ı şahə ki, qədrin yer əhli bilmirdi. Ağacan, ya sahibə zaman, sən yanım Zəhra əfv elə. Səlam-ı şahə ki, qədrin yer əhli bilmirdi. Qoyanda qəbr evinə barmağı tapılmırdı.